Hər kəsə salam. 23 fevral 2025 tarixində keçirilən sınaq imtahanının izahlarına baxırıq. Sinif 9, 1 nömrəli sualda radiusları uyğun olaraq 5 sm və 9 sm olan çevrələr xaricdən toxunur. Bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Tutaq ki, çevrələrin biri bu şəkildə, digəri bu şəkildə xaricdən toxunurlar. Toxunmadı bunlar. Xaricdən toxunur, tutaq ki, bu çevrələr. Birinin radiusunu bizə verib 5 sm. Digərinin də radiusunu verib 9. Bu arasındakı məsafəni istəyirsə, mərkəzlər arasındakı məsafəni O1, O2-ni taparkən biz radiusları toplayırıq. 5 üstəgəl 9 bərabərdir 14. Cavab D bəndi. 62. Kvadrat tənliyinin kökləri cəmini tapın. Kökləri cəmini tapanda baxıram ki, 3x kvadratı 9x 15. Hər bir hədd 3-ə bölünür. Hər tərəfi 3-ə bölürəm. Qalır x kvadratı çıxılsın 3x üstəgəlsin 5 bərabər 0 və kökləri taparkən bir kvadrat tənliyə görə bilirik ki, Viye teoreminə görə x1 vurulsun x2 bərabər olur 5-ə. x1 üstəgəlsin x2 də bərabər əks işarə ilə 3-ə. Bizə tənliyin kökləri cəmini istəyirdi. 3 doğru cavab olur. D bəndi. 63. Ədədləri müqayisə edindir. Deməli, A-nı bizə verib 3 dövrdə 2. Bunu yazıram 3 tam 9'da 2. B-ni bizə verib 3 tam 10'da 2. C-ni də bizə verib 3 tam 100'də 22. Düzgün olmayan kəsirə çevirək. 9'da 29. 10'da 32. 100'də 322. Demək, neyiniyim? Bunları gəl eyni məxrəcli kəsirə gətirək. Məxrəc götürürəm 900. 900 eləsəm bunu vurmalıyam 100'ə. Olur 2900. Vurmalıyam 90'a. Olur 2880. Vurmalıyam 9'a. Olur 2898. Müqayisə etsəm baxıram ki, məxrəclər bərabərsə surəti böyük olan kəsir böyük olur. A böyükdür C-dən, o da böyükdür B-dən. Doğru cavab tərsidir. Y bəndi. 64. Verilmiş ABC üçbucağında MN orta xəttir. Şəklə əsasən MN tapın. 1, 2, 3 bucağın orta xətti onun oturacağının yarısına bərabərdir. Oturacağı 12 isə deməli orta xətt olur onun yarısı 6. Cavab B bəndi. 65. Divar saatı hər 4 saatda 10 saniyə geri qalır. Bu saat bir həftə müddətindən neçə dəqiqə geri qalır? Bir həftə bilirik ki 7 gündür. Bir gün 24 saatdır. Demək 7 gün, yəni bir həftə neçə saat olacaq? 168 saat. Demək bir həftədə 168 saatımız var. Əgər 4 saatda 10 saniyə geri qalırsa, 168 saatda bəs neçə saniyə geri qalır? X. Buradan çarpaz vurub tapırıq. 4x bərabərdir 10 vurulsun 168. X də bərabərdir 420 saniyə. Bir saniyə ilə tapdıq, bizdən dəqiqə istəyir. Dəqiqə ilə tapanda saniyəni dəqiqə çevirmək üçün bölməliyik 60'a, çünki 1 dəqiqə 60 saniyədir. Bu da olur 7 dəqiqə. Doğru cavab A bəndi. 66. Kəsirini ixtisar edin. Kəsiri ixtisar etmək üçün birinci surətdəki kəsirdən mənfini atıram çölə. Yerlərini dəyişirəm, yazıram x çıxılsın 3. Bölünsün məxrəcdə də 4 vurulsun. X çıx 3 var. X çıx 3'lər ixtisar gedir. Qalır mənfi 4'də 3. Doğru cavab B bəndi. 67. Şəkildəki qabın neçə faizi doludur? Ümumi qab 90 litrdir verib bizə. Və bu 90 litr 100%'dir. Və qabın neçə litri doldu? 54 litri. Bu 54 litrdə x faizdir. Bilmirik çünki nədir? Çarpaz vururam. Buradan x da alırıq 60%. Cavab A bəndi. 68. Bərabərsizliyi həll edin. Demək, baxıram ki, bərabərsizdə nə var? Moduldur. Böyükdür mənfi 2-dən. Ümumiyyətlə, bilirik ki, modul daxilində fx böyük bərabərdir C və burada C 0'dan kiçik olarsa, yəni mənfi ədəd olarsa, modul daxilində olan ifadə hər zaman müsbət və ya 0'a bərabər olmalıdır. Yəni, bu şərt ödəndiyi üçün biz buradan x-a deyə bilərik ki, ya mənfi sonsuzluq, müsbət sonsuzluq aralığına daxildir, ya da deyərik x daxildir, r, yəni həqiqi ədədlər.
Doğru cavab da olur Y bəndi. Yəni açıb o tənliyi həll etməyə, bərabərsiz həll etməyə ehtiyac yoxdur. 69. B bərabərdir 1, 2, 3, 5 və A bərabərdir 1, 2, 3, 5, 7, 9. Olarsa A-nın B-yə fərqini tapın. A-nın B-yə fərqi o deməkdir ki, A-nın içərisindən B-yə də aid olanları çıxın. A-dan B-yə aid olanı çıxıram. 1B-də də var çıxıram, 2B-də də var çıxıram, 3B-də də var çıxıram, 5-də B-də var çıxıram. Yerdə qalır 7 və 9 sayını istəyir bizdən. Cavab C bəndi 2 dənə elementi var. K-nın hansı qiymətə tərkiblər sisteminin həlli yoxdur. Həll nə zaman olmurdu? A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2. Fərqlidir C1 bölünsün C2-dən. Yəni K böl 4 bərabərdir 3 bölünsün -6. Fərqlidir 11-də 8. 11, 8 olsa bizə lazım deyil. Çünki fərqlidir. Bu iki tərəfi çarpaz vurub həll edirəm. Alıram ki 4 dəfə 3 12 bərabərdir -6K. K da bərabərdir -2. Doğru cavab B bəndi. 71. A-nın içi natural qiymətində kəsiri düzgün kəsir olur. Düzgün kəsirlərdə surət məxrəcdən nə olmalıdır? Kiçik olmalıdır. Yazıram 2n kiçikdir. 10 üstə gəl 5, 15. N də kiçikdir. 15-i 2-yə bölürəm. 7,5. Burada n hansı qiymətləri alır? 1, 2, 3, 4, 5, 6 və 7. Yerinə qoy 1-2-sini yoxlayaq kiçiklərini. 1 yoxlayıram. 2 dəfə 1, 2. Çıxıram 5, -3. Onda -3 düzgün kəsir deyil. Atdım 1-i. 2 dəfə 2, 4. 4-dən 5 çıxıram. -1. Mənfidir. Atıram. 2 dəfə 3, 6. 6-dan 5 çıxıram. 1. Onda 1 düzgün kəsirdir. Demək hansılardır? Bunlar. Neçə dənədir? 5 dənə. Doğru cavab D bəndi. 72. Qarşılıqlı bucaqları göstərin. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Y bəndi. 73. ABC düz bucaqlı 3 bucağında AB perpendikulardır CH. Şəkili əsasən x tapın. Görürəm ki, x burada nədir? Hündürlükdür. Hündürlük h kvadratı bərabərdir. M vurulsun n düsturumuz vardı. M nə idi burada? M hipotenuzun bölündüyü hissələr. İndi bizə verim onsuz da onları. Deməli h kvadratı bərabərdir. 16 vurulsun 9. Buradan h bərabərdir. 4 vurulsun 3. Bu da bizə verir 12. Doğru cavab C bəndi. 74. İki kitabın qiyməti 60 manatdır. Kitablardan biri o birindən 5 dəfə bahadır. Deməli birinin qiyməti x manatdır, digərinin qiyməti 5x manatdır. Cəmi isə 60-dır. 6x bərabərdir 60, x bərabərdir 10. Ucuz kitab neçədir? 10 manat. Bahanı istəsəydi bizdən 5 dəfə 5 vurulsun 10'u tapacaqdıq. Olacaqdı 50 manat. Ucuz 10 manat idi. Cavab B bəndi. 75. Tənliyi həll edin. Demək yazıram 2002 çıxılsın 1000 bərabərdir 1002x. 2000-dən 1000 çıxanda qalır 1002 bərabərdir 1002x. X da burada bərabərdir 1-ə. Doğru cavab A bəndi. 76. -3,7 və 5,8 ədədlər arasında yerləşən natural ədədlərin cəmini tapın. Naturallar olur 1, 2, 3, 4 və 5. Cəmini tapsam əgər olur 15. 15 doğru cavab. 77. Alfanı tapın. Alfa mərkəzə daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaqda hər zaman qövsün, söykəndiyi qövsün yarısına bərabər olur. O da olur 35 dərəcə. Doğru cavabdır. 78. A kvadrata çıxılsın B kvadratı bərabərdir 18 və A çıx B 3 olarsa üstə gəl B-ni tapın. A kvadrat çıx B kvadratının açılışını yazıram. Bir dəfə yazırıq A çıx B vurulsun A üstə gəl B bərabərdir 18. A çıx B-ni 3 verib 3 vurulsun A üstə gəl B bərabərdir 18. A üstə gəl B də bərabərdir 18 bölünsün 3 6. Cavab 6. 79. Perimetri 40 kökdə 2 cm olan kvadratın diagonalının uzunluğunu tapın. Kvadrat. Bunun diagonalı. 1-2 kvadratın diagonalı D bərabərdir A kök altında 2 düsturuyla hesablanır. Perimetri isə B bərabərdir 4A'dır. Yəni 40 kök altında 2 bərabərdir 4 vurulsun A. A da buradan bərabərdir 10 kökdə 2. Gətirib yerinə qoysam əgər D bərabərdir A nədir? 10 kökdə 2 vurulsun kökdə 2. Bu deyilir 10 vurulsun 2 20. Doğru cavabdır. 83. Bucağın daxili bucaqları 3, 4, 5 nisbətində olarsa onun ən kiçik daxili bucağını tapın. Bucağın daxili bucaqların cəmi 180 dərəcəyə bərabər. Yəni 180 bərabərdir. 3x üstə gəl 4x üstə gəlsin 5x. 180 bərabərdir 12x. X bərabərdir 15. Kiçiyini istəyir bilsin, yəni 3x-i. 3 vur 15 45 dərəcə. Doğru cavabdır. 81. ABCD rombunda BAD 30 dərəcədir.
Bucağı 30 dərəcədir. AB 4 santimetrdir. Hündürlüyü tapın. Hündürlüyü burada x-dir. Nə əmələ gəldi burada? Düz bucaqlı 3 bucaq. Düz bucaqlı 3 bucaqda biz bilirik ki 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər. Hipotenuz nədir? 4'dür. 4 bölü 2 cavabımız olur 2. 82 nömrəli tapşırıq. AB bərabərdir, CD bərabərdir 5. Yəni bərabər yanlı trapesiyadır. Yəni tərəflər 5-ə bərabərdir. BC 6'dır. AD 12 olarsa trapesiyanın sahəsini tapın. Trapesiyanın sahəsi S bərabərdir. A vur B böl 2 vurulsun H üstündən tapılır. A vur B burada oturacaqlardır. Oturacaqları bilirik. Və üzrüstəm A üstəgəl B. Orta xətt vurulsun hündürlük. 6 üstəgəl 12 böl 2 vurulsun hündürlüyü tapaq buradan. Bura bir hündürlüyü endirirəm. Burada bir hündürlük endirirəm. 6'dırsa deməli bura 6'dır. 12'dən 6 çıxıram 6. 6'ını da böləm 2'yə 3. 3 qalır. Buradan bu kateti tapa bilərəm rahatlıqla. Hipotenuzu 5'dir, digər katet 3'dür. H nəyə bərabər olacaq buradan? H bərabər kök altında 5'in kvadratı 25 çıxılsın. 3'ün kvadratı 9. 25'dən 9 çıxıram 16. 16'dan kök çıxır 4. Var olsun 4. 6 üstə gəlsin 12. Bizə verir 18. 4'dən də 2 xısa getdi. 2 qaldı. 18 12 bizə verdi 36 doğru cavabdır. 83. Çoxhədlisini standart şəklə gətirin və x kubu ilə x kvadratının əmsalları hasilini tapın. Çoxhədlini standart şəklə gətirəndə bunu vurmaq lazımdır. Yəni, bu birinci həddi digər mötərizənin içərisindəki hər bir həddə vururam. Sonra eyni qayda ilə digərlərində ikincində hər bir həddə vururam. Üçüncündə eyni qaydada hər bir həddə vururam. Buradan alınır ki, bərabərdir. X kvadratını x kvadratına vururam. X üstü 4 üstə gəlsin 2x kubu. Üstə gəlsin x kvadratı. Üstə gəlsin x kvadratına vuram x kubu. Üstə gəlsin 2x kvadratı. Üstə gəl x. Üstə gəlsin 2x kvadratı. 2'ni vuram artıq. Üstə gəlsin 4x. Üstə gəl 2. Bərabərdir. Sadələşdirim. X 4 bir dənədir. Üstə gəlsin 3x kubu. Üstə gəlsin 5x kvadratı. Üstə gəlsin 5x. Üstə gəl 2. X kubunun əmsalı 3'dür. X kvadratının əmsalı 5'dir. Cəmini istir bizdən. Hasilini istir. Hasil olur 15. 84. Bir hədlisinin qüvvətləri bərabər olarsa eni tapın. Bu qüvvətində 7 var. Burada. En üstə gəl 3 və 5. Toplayıram. 7 üstə gəl, en üstə gəl 3, üstə gəl 5 bərabər. Digərinin qüvvəti 4, 5, 2'nin cəmidir. Bərabər 4 üstə gəl 5, üstə gəlsin 2n. Buradan alırıq ki n üstə gəl 15 bərabərdir. 2n üstə gəl 9. Buradan da alıram ki n bərabərdir 6. Doğru cavabımız 6'dır. Şəkildə düzbucaqlar təsvir olunmuşdur. Böyük düzbucağının perimetri 54 cm olursa kiçik düzbucağın sahəsini tapın. Böyük perimetri 54 bərabərdir. Yan tərəflərini toplayıram. Vururam 2'yə. 2 vurulsun. 2x çıxılsın. 3 üstə gəlsin. 3x üstə gəl 5 olur. 54'ü 2'yə böləm 27 bərabərdir. 5x üstə gəl 2. 5x bərabərdir 25, x bərabərdir 5. Digərini gətirib yerinə qoysam bu tərəf olur 11, bu tərəf olur 4. Sahəni istəyir bizdən, s-də bərabər 11 vurulsun. 4'dir 44. Doğru cavabımız 44. 9-cu siniflərin izahları bu qədər. Digər siniflərin izahları kanala yerləşdirilib.